Minlərlə kilometr uzaqlıqda yerləşən Yaponiya son illər azərbaycanlı gənclərin maraq göstərdiyi ölkələrdən birinə çevrilib. Nihat da o gənclərdəndir. Onların Azərbaycana gəlməsi biz tələbələr üçün çox yaxşı bir şansdır və Yaponiya vətəndaşları ilə ünsiyyətdə olmağımız bizim Yapon dilimizi daha da inkişaf edəcək. Azərbaycana gələn Yaponların sayı kifayət qədər az olduğuna görə Yapon dili öyrənən, tədris alan şəxslər Yaponlarla çox bir az imkan sayəsində danışa bilirdilər, kommunikasiya qura bilirdilər. Bu proyektin uğurlu olması sayəsində Azərbaycana gələcək Yaponların sayı çoxalacaq və təbii ki, Yapon dili tədris sahəsində böyük bir uğura addım atacaq. Bunun ilki də ondan ibarətdir ki, artıq Yapon dili öyrənən tələbələrimiz Yaponlarla birbaşa olaraq əlaqə qura biləcəklər, kommunikasiya qura biləcəklər və Yapon dillərini inkişaf elətdirə biləcəklər.